Xankəndi azad olunandan sonra ora ilk gedənlərdən idiniz. Evinizə baş çəkdinizmi? Ümumiyyətlə Xankəndi təxminən 1976-cı ildən sonra ilk gedişiniz idi. Necə görünürdü? Orada nələr qalmışdı, nələr dağıdılmışdı? Eviniz yerində idimi? Ev durur, amma çox köhnəlib, fikir verməyiblər. Nə bilim, həyətə baxdıq, biz dəmir, dümür, o bojqalar, dəmir bojqaları yığıblar ora. Həyət kiçildilib, yuxarıdan biraz götürülüb, yandan biraz kəsilib. Orada yaşayan mən elə bilirəm ki, heç belə fikir verməyib də. Neçə illərdir pilləkənlər hamısı köhnəlib, uçuq vəziyyətdə. O evi ya yenidən tikmək lazımdır, ya əməli başlı təmir eləmək lazımdır. İçi də, həyətdə də biraz dəyişiklik eləyib. Bilmirəm, mən nə deyim, gözüm kəlləmə çıxdı ki, burada yaşayan doğrudan insanmış. Çox, elə bir zibilin içində idi də, həyətdə, evdə. Deyəsən, Xankəndidəki evinizdən hətta güllələr, patronlar da tapılmışdı. Hə, güllə... Patronlar. Biz ora gedəndə Anamadan bir nəfər bizə vermişdilər. Hara gedirdiksə, gedirdi yox bələdçi kimi, gedirdi yoxlayırdı. O girmişdi içəri, çünki ora heç kəs getməmişdi biz gedənətən. Getdi, yoxladı, həm açıq patronlar tökülmüşdü stolun üstünə, həm də açılmamış korobka var idi. İçi dolu ondan. Yəni evin içinə girmədiniz? O xəbər, mən girə bilmədim. Niyə? Elə pəncərədən baxdım, gördüm evin içi, elə hər şey tökülüb ortalıqda. Ürəyim gəlmədi, bilmirəm. Və sizcə biz yenidən ermənilərlə bir yerdə yaşaya bilərikmi? Bu sualı çox verirlər. Bax, bir əsrdə neçə dəfə? Azı 4 dəfə. 4 dəfə. 5-7-ci ildə mənim bütün nəslim erməni təcavüzünün qurbanı olub. Ya da şahid olub. Mənim ulu babam Şuşada Axund Hacı Molla Şükür. 5-7-ci ildə, bu Mir Mövsün Nəvvab yazır. 5-7-ci ildə Şuşanı qoruyan 6 dəstədən birinin rəhbəri də mənim ulu babam olub. Gövhər ağanın evini və ətrafını qoruyan babam olub. Eyni zamanda Cumhuriyyət dövrünün də Qubadlı... O yox, o ulu babamdır. Axund Hacı Molla Şükür. Babamsa Mirzə Məhəmməd. O da təhsil görmüş adamıdır. Anamgil danışırdılar ki, o 7 dil bilir. O ulu babam 10 il xaricdə dini təhsil almışdı. İslam dinini çox gözəl bilirdi. Bakıdan Abu Tulab. Bax, onunla bir yerdə xaricdə oxuyublar.